Uşaqlara çörəyin bu qədər ziyanlı olduğunu bilirdinizmi? Əvvəla ağ undan hazırlanmış çörəyin uşağa verilməsi, uşaqlar bu çörəklə qidalanan zaman, yəni aşırı dərəcədə karbohidratla qidalanır. Bəzən yeməklərin yanında kartofla yanaşı çörək verilir, makaronla yanaşı çörək verilir, düyü ilə yanaşı. Bunlar hamısı karbohidratlardır və bu uşağın qida rasionunu karbohidratın aşırı dərəcədə olması nəticəsində uşaqlarda piyələnmə, xolesterinin çoxalması, şəkərli diabet riski deyilən vəziyyətlərə gətirib çıxarır. O zaman uşaqlara çörəyin verilməsinin mən əleyhinəyəm, hər zaman da deyirəm. Bəzən analar deyir ki, ay doktor, uşağım çörək yemir, istəyirəm ki, çörək yesin. Mən əksinə onlara deyirəm ki, çörəyin verilməsi qəti qadağandır. Bəlkə də səhər yeməklərində balaca bir hissə üzərinə indi hər hansı bir buterbrod etmək istəyirsinizsə verə bilərsiniz. Amma günorta və axşam saatlarında çalışın, uşaqların yeməklərini çörəksiz edin və onları çörək yeməkdən uzaqlaşdırın.